Allah Subhanahu wa Taala Quran-ı Kərimdə buyurur ki, Allah Taala rasullar seçir. Bu rasullar istər mələklərdən və istərsə də insanlardan olur. Həqiqətən Allah eşidən və görəndir. Yəni Allah Subhanahu wa Taala yer üzərində olan insanlardan və göydə olan mələklərdən rasullar seçir və onları bir-birlərindən üstün edir. Yəni seçdikdən sonra digərlərindən üstün edir. Və bu rasulların da içərisində fikir versəz, Allah Subhanahu wa Taala Muhammed sallallahu aleyhi və səlləmi digər peyğəmbərlərdən üstün edib. Və həmçinin ondan başqa Allah subhanahu wa ta'ala yer üzərində peyğəmbərlərdən sonra Muhammed sallallahu aleyhi və səlləm ən əfzəl peyğəmbər olduğundan sonra ona yoldaş olaraq insanların ən fəzilətlilərini seçib. Bunlar da Muhammed sallallahu aleyhi və səlləmin əshabıdır. Allah onlardan razı olsun. Və həmçinin Allah subhanahu wa ta'ala yer üzərində bəzi məkanları seçib və onları digərlərindən üstün edib. Və bunlar da şübhəsiz ki, Allahın məscidləridir. Allahın məscidləri digər yerlərdən məkan olaraq seçilib və Allah Taala onları digərlərindən üstün edib. Və həmçinin vaxtlar içərisində, aylar içərisində elə aylar var ki, qardaşlar, Allah Subhanahu wa Taala o ayları seçib və digər aylardan üstün edib. Və ən fəzilətli ay olaraq Ramazan ayını seçmişdir. Və bu ayın içərisində isə ən fəzilətli günlər olaraq son 10 günü digərlərindən üstün etmişdir. Və həftənin günləri içərisində digər günlərdə Allah Subhanahu wa Taala cümə gününü seçib və digər günlərdən üstün etmişdir. Və həmçinin elə bir gün vardır ki, qardaşlar, Allah Subhanahu wa Taala o günü seçmiş və ilin bütün günlərindən üstün etmişdir. Və o da Arafa günüdür.